kəndin çaya sel gəlibdir. Hal-hazırda kəndin yarısı ilə çayın o tayla əlaqə kəsilibdir. Körpünü də su basıbdır, kəndin özünün də aşağılarının hamısını su basıbdır. Evlərin bütün həyətlər dolub suyla. Balkənd sakini Həsənov İlkin. Dünən axşam radələrindən kəndimizin yuxarı nahiyəsində Pirsaat çayının yuxarı nahiyələrinə yağış yağdığına görə bu günün ikinci yarısından sonra kəndin çaya sel gəlibdir. Hal-hazırda kəndin yarısı ilə çayın o tayla əlaqə kəsilibdir. Körpünü basıb, körpü yerindədir. Sadəcə körpünün giriş-çıxışına sel bastığına görə əlaqə yoxdur. Qubalı kənd sakini Həsənov İlkin Dadaşoğlu. Vəziyyət burada gördüyünüz kimi də görürsünüz. Su dolub, həyət bacamız hər yer dolubdur. Təbii fəlakətdir də biz buna heç nə Allahdan olan işdir. Nə vaxtdan belədir oldu? Saat 5-dən sonra suda bu vəziyyətdəyik. Nə canlı var edirsə, tohumumuz, düzəmiz çıxarmışıq. Bəzisi qırılıbdır, bəzisi çıxarmışıq. İndi yenə də təbii fəlakətdir. O biri kəndin o tayı, bu tayla rayon mərkəzinin əlaqəsi tamamilə kəsilibdir. Körpünü də su basıbdır, kəndin özünün də aşağılarının hamısını su basıbdır. Evlərin bütün həyətlər dolub suyla. Belə də görürsünüz, göz qabağındadır hər şey.